Salam Şəbnəm xanım, hal-hazırda artıq Kəpəzə yola düşürük. Mənə elə gəlir möhtəşəm bir dənə tur olacaq. Sizdən buna gözləyirəm, inanıram sizə. Bayaqları bölüşürəm ki, Kəpəz mənim bilmirəm neçənci dəfədir getdiyim dağdır, amma o uzaqdan mənə yaxşı görünür, amma yaxına gələndə mənə heç bir söz demir. Mənə maraqlıdır ki, Kəpəz bu dəfə bizə nə deyəcək. İlk dəfədir hikinga qatılıram. Çox sağ olsun xanım, mənə çox ürək dirək verdi ki, dedi, yəni biz qalxa bilirsə sən də qalxarsan. Kəpəzdə bir də yuxarıda görərik məni. Hal-hazırda Kürdəmirdə səhər yeməyi fasiləsindəyik və yolumuz Gəncəyədir. Rahatdır səfərimiz həqiqətən. Mən şəxsən zövq alıram. Yəni nasıl budaqlar var? Əhməd haradadır filmi harada çəkilmişdi? Göy yolu, Xanlar Toğana yolunda çəkilibdi. Əhməd harada. Hansı səhnəsi? O deyim də maşına minib qaçırıq. Bölüşdürün, kim qaldı? Maksimum 1 dəqiqə, 2 dəqiqə fasilələr verəcəm. Narahat olmayın. Çeşdiyib 15 dəqiqə hazırlaşırıq. Çaydan falan içib. Kimdir? Aleyküm selam, xoş gəlmişsiniz. Get yatmağa. Yaxşı qorxuda dəyişmə. Kampinqə gələndən belə gözəl yatmışıq. İsti oldu. Ya da bəlkə qanunları artıq öyrəşirik də. İlk gələndə bilmirdik. İndi daha təcrübəliyik. Yəni çox möhtəşəmdir. Sabahınız xeyir. Sabahınız xeyir. Bismillah, biz başladıq. Gecədir, yola çıxmışıq. Düşünürəm ki, bu yürüyüşümüz çox xeyirli, bərəkətli olacaq. Allah asanlaşdırsın. Peyğəmbərin bir hədisi var. Məsələn, Qarabağın təsvirlərinə düşür. Biz Uhud da bizi sevir. Kəpəzdə eyni şeyin şəfafı var ki, şəkərlidir. Kəpəz bizi sevir, biz Kəpəz sevirik. Kəpəz bizi çağırmasaydı, gəlmiş olmazdı. Yolun həmişə işıqlı olsun. Süper. Uşaq deyib bir dəfə. Dəgin düşmüşük biz. Yaxşı ki, fasilələrdə görüşürük. Necə deməyənlə? Motivasiyaları əla, özləri əla. Orta və arxa bələdçini də danışdıraq, görək arxa necədir. Arxa superdir, hər şey yaxşıdır. Əhsən. Çox yaxşı gəlmişsiniz, super.
çətin yollardan keçdik, amma həqiqətən bu mənzərəni görməyə dəyərdi.